Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz Rusiya 19-20-ci əsrin əvvəllərində olacaq. Söz verdiyimiz kimi Rusiya dərsini artıq paylaşacağım inşallah. Deməli, Rusiyanın 19-20-ci əsr mövzusu biraz çətin və ağır mövzudur və imtahanlar təbii ki, istifadə olunan bir mövzudur. Rusiyanı bu məqsədin iki hissəyə bölürəm. Rusiya birinci hissə və ikinci hissə və başlayaq. Rusiya 19-20-ci əsrlər bildiğimiz kimi Rusya'da deməli Rusya yani ilk çarı 4. İvan Grozny olmuştur. 4. İvan Grozny deməli 1547-ci ildə Rusya'da rəsmi olaraq çar titulu almış hökmdar sayılır. Növbətdə ondan sonra çarlar davam edir və Rusya'da bildiğimiz sülalə var uşaqlar. Romanovlar sülaləsi. Romanovlar burada qeyd edirəm. Xüsusi olaraq buna bilgi edək. 1613-cü ildən 1917-ci ilə Rusya'da Romanovlar demək sülaləsi hakimiyyətdə olmuşdur. 1613-dən 1917-yə qədər hakimiyyətdədirlər və çar dövrü kimi biz həmin dövrü bilirik və 1917-ci ildə Rusiyada çar devrindən sonra və hakimiyyət dəyişikliyi baş verir. O da növbəti dərslərimizdə inşallah onları izahını verəcəm. Bildiyimiz kimi birinci vurğuladım. Rusiyanın ilk rəsmi çar kimdir? 4. İvan Grozny'dir. Ondan sonra növbət çarlar davam edir. 1. Pyotr, ondan sonra davam edir 2. Yekaterina, 1. Pavel, 1. Aleksandr, ondan sonra 1. Nikolay, 2. Aleksandr, ondan sonra deməli 3. Aleksandr və 2. Nikolay. 2. Nikolay bildiğimiz Rusiyanın son çarı hesab olunur. Burada bir vurgulamaq istəyirəm. Düzdür, dərsimiz 19-20-ci əsr Rusiyayla bağlı, amma 1. Pyotrla bağlı bir əsas sistemi vurgulamaq istəyirəm. 1. Pyotrun dövründə Rusiya dövləti Baltik dənizinə çıxış əldə etmişdir. Bunu bir yerə qeyd edək. Əsas səbəb Rusiya Baltik dənizinə çıxış əldə etdi 1. Pyotrun dövründə. Bəs Rusiya Qara dənizə çıxış əldə etdi kimin dövründə? Rus çarı 2. Yekaterina dövründə. Baltik dənizi 1. Pyotr, amma Qara dənizə çıxış əldə edilsə 2. Yekaterinadır. Bunu sadəcə əsas bir vurğulan bir yerə bir qeyd kimi götürün. Növbəti ilk dərsimiz Rusya olacaq. Əslində normalda ilk dərsimiz Rusya oldu. O saat biraz rahat mövzu deyə onu da təbii ki izah edəcəm, onu da paylaşacaq. Amma sadəcə bu biraz 19-20 dərs Rusya çətin olsun, bu Rusya üstünü verməni düşündüm. Başlayaq. Demək, Rusya demək hakimiyyətli demək kim olub? 1. Pavel olacaqlar. 1. Pavel. 1. Pavel'lə bağlı əvvəl kitablarda qeydlər var idi, onlarla bağlı yazılarımız var idi. Amma son artıq dərslik kitablarımızda artıq dəyişildi. Onunla bağlı artıq, belə desək, məlumatlar artıq verilmiş. 1. Pavel hakimiyyət dövrü 1796-dan 1801-ci ilə qədər hakimiyyətdə olmuşdur. 1. Pavel'lə bağlı biz əlində qeyd kimi olsa da məlumat verim. 1. Pavel'in dövründə zadəcanlara verilmiş imtiyazlar ləğv olunur. Bunu qeyd edə bilərik. Bir də bunu vurğulayım ki, 1. Pavel'in dövrünə başlayaraq Rusiyada qadınların hakimiyyətə gəlməsi qəti olaraq qadağan olunur. Bu qədər. Və sonraki demək Rus çarımız dövrü kimdir? 1. Pavel'i bildik. Ən önəmlisi 1. Aleksandr demiş oldu. 1. Aleksandr. 1. Aleksandr hakimiyyət dövrü 1801-ci ildən 1825-ci ilə qədər Rusiyada hakimiyyətdə olmuşdur. 1. Pavel'i şu an bildik. 1. Pavel'i burada sildirəm. Ya da silməyək qalsın burada. 1. Aleksandr saray çevrilişi ilə hakimiyyətə gəldi. 1. Aleksandrın dövründə deməli görünən daxili siyasəti var və onun xarici siyasəti var. Biz indi daxili siyasətini danışaq. Daxili siyasət. 1. Pavel, 1. Aleksandr dövründə daxili siyasətin nədən ibarətmiş olur? Buradan bir xətt götürək və burada gedilməyə başlayaq. Demək, 1. Aleksandr daxili siyasəti demək, hakimiyyətə gələn kimi 1. Pavel'in dövründə zadəcanlara verilmiş imtiyazları ləğv edir. Amma 1. Aleksandr nə edir? Zadəcanlara imtiyaz verdi. İmtiyaz verdi. Yəni 1. Aleksandr zadəcanların ləğv olmuş imtiyazlarını yenidən bərpa etmiş olur. Və bunu vurğulayaq ki, Rusiyada deməli kəndlilərin böyük bir qismi təhkimçilik vəziyyətində yaşayırlar. Rusiyada kəndlərində hamısı uşaqlar təhkimli vəziyyətdədirlər. Təhkimli. Bu ilk Rusiya dərsində qeyd olunub. Bunu burada vurğuladığım uşaqlar. Rusiyada təhkimçilik neçənci ildə rəsmiləşmişdir?
1649-cu ildə verilmiş məclis qanunnaməsi ilə rəsmi olaraq Rusiyada təşkilçi rəsmiləşir və kəndlilər torpaq təhkim olunurlar, hüquqsuz vəziyyətdə qalırlar, torpaqsız vəziyyətdə qalırlar və təbii ki, bu Rusiyanın iqtisadi, siyasi, sosial cəhətlərin inkişafına təbii ki, böyük zərbə vurur. Və bu 1-ci Aleksandr dövründə və növbəti çarlar dövründə təhkimçiliyin mövcud olması və Rusiyanın Avropadan gəldiyinin bir nömrə səbəbi olduğunu görərək təhkimçiliyi ləğv etməklə bağlı bir neçə tədbirlər görmüşdür. Və ilk bunu kim etmişdir? 1-ci Aleksandr. Buna vurğulayırıq, yadınıza qalsın, təhkimçilik rəsmiləşməsi var və Azərbaycanlara deməli, təhkimçilik rəsmiləşir. Təhkimçiliyi ilk dəfə ləğvi ilə bağlı ilk addımlar atan 1-ci Aleksandr. 1-ci Aleksandr 1803-cü ildə azad taxılçılar haqqında qanun verir. Bu qanuna görə mülkədarlar ödənç qarşılığında kəndləri torpaqla bərabər azad edə bilərlər. Və düzdür, bu tam olmasa da bir qism kəndlilər təhkimçilikdən ödənç qarşılığında bu hamısına şamil edilmir, tətbiq edilmir. Yəni bəzi kəndlilər belə desək azad olunur. Amma bu rəsmi deyil. Tam belə deyək də alınmır. Belə desək, yəni təhkimçiliyi tam ləğv etmək istəyirdi. Yəni yarı qism azad olunur. Rusiya təhkimçiliyi ləğv edən növbəti dərsimizdə deyəcəm uşaqlar, tam ləğv edən əslində belə deyək, Rusiya təhkimçiliyi ləğv edən 2-ci Aleksandrdır. 1-ci Aleksandr deyil. 1-ci Aleksandr sadəcə ləğv etmək istəyir. Yəni bununla bağlı tədbirlər görüb və bu qanunla tam həyata keçirə bilmiyor. Ondan sonra deməli uşaqlar gəldik 1810-cu ildə Dövlət Şurası yaradır uşaqlar. Dövlət Şurası. Bu nədir? Ali idarə etmə və çarın yanında məşvərətçi orqanıdır bu. Yəni çarın yanında məşvərətçi orqanı olaraq Dövlət Şurası, məşvərətçi bildiyimizdə Qaraqoyunlu, Ağqoyunda bildiyimiz Ali Divan, məsələn Səfər dövlətində Ali Məclis, yəni bunun kimi bir şeydir. Rusiyada Dövlət Şurası adlanılır. Sonra gəldik, kollegiyalar nə ilə olur? Avropa nümunəsində nazirlik nəvəz olunur. Nazirlik. Yəni, kollegiyaları Avropa nümunəsində nazirlik nəvəz edir. Bəs kollegiyalar kim dövrdə yarandı? Bu sual verə bilər ki, bəs kollegiyalar kim dövrdə yarandı? Kollegiyalar yaradan Rusiya çarı 1-ci Pyotr idi. Və 1-ci Aleksandr dövründə, yəni bu illərdə Avropa nümunəsində nazirlik nəvəz olunur. Yəni, kollegiyalar ləğv olunur. Bir də burada bir dənə də bir əsasdan vurğulayın uşaqlar. Avropa nümunəsində nazirlik yaradan başqa hansı dövlətlər var idi? Burada bunu gördük. Bu cümləni belə çərçivəyə alıram, aldım belə çərçivəyə və burada şurada bir oxşarı çıxardıram, yazılım bura. Demək, Osmanlı dövlətində, yəni belə desək, 1826-cı ildə 2-ci Mahmud uşaqlar. 2-ci Mahmud da eyni şey etmişdir. Yəni, Avropa nümunəsində nazirlik yaratmış uşaqlar. 2-ci Mahmud və 1-ci Aleksandr ortaq cəhətlər deyirik. Hər ikisi Avropa nümunəsində nazirlik yaratmışdır. Başqa bir də kim hansı dövlətdə olub? Burada qeyd edirəm. Təqribi olaraq bir yazılmış bura. 1868-ci ildə uşaqlar Yaponiya. Yaponiya demək hökmdarı var, onu da qeyd edirəm bura. Mutsifota. Yaponiyanın hərf səhvində ola bilər uşaqlar və ya müəllimlərimiz üzrü sayın buna görə. Bəzən hərf səhvləri demək bıraxa bilərəm. Deməli, Osmanlıda 2-ci Mahmud, Yaponiyada Mutsifota. Bu illər təqribi olaraq təbii ki yazmışıq bura. Yəni o illəri əhatə edir və 1-ci Aleksandr. 1-ci Aleksandr, Osmanlı 2-ci Mahmud, Yaponiyada Mutsifota dövründə Avropa nümunəsində nazirlik yaranır. Hər üçü ortaq cəhət. Bunu demək uşaqlar və 11-lərimiz əsasında bunu bir yerə qeyd edin. Ola bilər ki, 24 məqam imtahanda belə bir sualını qarşılaşa bilərik. Davam edək. Siyasi məhbuslara azadlıq verilir. Siyasi məhbuslara azadlıq verilir. Azadlıq verilir. Ondan sonra məktəblər, universitetlər açılmağa başlandı. Sonra gimnaziyalar davam edildi, gimnaziya açıldı, qəzə məktəblər açıldı, və gördüyünüz kimi uşaqlar deməli, yəni 1-ci Aleksandr daxili siyasətində, yəni gördüyü bayağı bir iş var yəni. Adam yəni belə boş oturmuyor.
Yəni Rusiya üçün, Rusiyanın təhsilinə, idarə sisteminə bayağı bir dəyişiklik etmiş olub. Gimnaziyalar açıb, sonra qəza məktəbləri açıb, üniversitelər açıb, sonra elm adamlarını, belə desək, elm adamlarını himayə edib, adamları, onları himayə etmiş olur. Yəni adam daxili siyasətdə bayağı bir iş görür. Amma sonra necə olub, birinci Aleksandrın fikri dəyişib, deyir ki, yox, mən belə yaxşı işlə görməyim, biraz da pis işlə görməyim. Ne demiş olalım biz? Adam gördüyü bu daxili siyasətdən zaman uzaqlaşmağa başladı. Və belə bir sistem quracaqlar. İstibdad rejimi şola qurdu. İstibdad rejimi şola nədir? İstibdad rejimi belə desək artıq daha çox gördüyü məsələn bu elm, məktəb, üniversitet uzaqlaşdırardı. Daha çox dövlətli idarəçi əlinə cəmləşdirməyə, sərt idarə sistemi qurmağa başlanardı. Yəni gördüyü bu hisslərdən çoxları artıq imtina edir. Və istibdad, yəni sərt, diktator, avtoritar, nə desək, hətta totalitar bir rejim qurur. Yəni bundan imtina edir. Və gördüyümüz kimi uşaqlar bu birinci Aleksandrın demək nə idi? Birinci Aleksandrın daxili siyasətləri uşaqlar. Buna diqqət edən uşaqlar Avropa nümunəsi nazirliyi dedik. Rusiya, Osmanlı və Yaponiya. İndi bunu uşaqlar deməli burada diqqətlə oxuyarsınız. Sonra gəlib uşaqlar birinci Aleksandrın demək nə ilə? Xarici siyasəti uşaqlar. Daxili siyasətini bitirir. Birinci Aleksandrın başlayır demiş olan demək nə ilə? Xarici siyasətini uşaqlar başlayır. Xarici siyasət. Birinci Aleksandrın xarici siyasətdə deməli əsas istədiyi üstünlüyü Avropada güc əldə etmək. Avropada öz hakimiyyətini yaymaq istəyirdi və öz gücünü orada göstərmək istəyirdi xarici siyasətdə. Və həmin vaxtı birinci Aleksandrın olduğu vaxt Avropada Fransanın da bayağı bir gücü var idi. Napolyon Bonaparte. Napolyon Bonaparte və birinci Aleksandr arasında belə desək artıq bir güc savaşı başlayır. Güc savaşı başlayır və deməli başlayaq Fransa. Fransa birinci Napolyon. Napolyon Bonaparte. Demək Fransa ilə bir müqavilə bağlamış olurlar. Deməli birinci Aleksandr 1807-ci ildə, buna diqqət edək, Tilsit sülh müqaviləsi demiş olan imzalanır. Tilsit sülh müqaviləsinin şərtləri nə idi? Tilsit sülh müqaviləsinin şərtləri buydu ki, Qərbi Avropada Fransanın üstünlüyünü Rusiya, Şərqi Avropada isə Rusiyanın üstünlüyü isə Fransa tanımış olur. Yəni sən Qərbi Avropaya sahibsən, mən Şərqi Avropaya sahibəm. Buna biz şu an deyil, nədir? Tilsit müqaviləsi. Tilsit müqaviləsinin başqa bir şərti var idi. Fransız, Napolyon Bonaparte, birinci Aleksandr deyir ki, qardaş, deməli, sən İngiltərə ilə ticarət əlaqələri qurmayasan. Yəni, bundan sonra İngiltərə ilə əlaqə qurmağı sənə qadağan edirəm. Və birinci Aleksandr da bu müqaviləyə görə artıq İngiltərə ilə ticarət etməyi, desək, dayandırır. Və bundan sonra birinci Aleksandr işğalı davam etdirir. İsveçi məğlub edir. Və haranı tutur? Finlandiya. Osmanlı ilə mübarizə başlayır. Osmanlını mübarizə aparır. Osmanlıdan deməli Bessarabiyanı alır. Bessarabiya. Bessarabiya bugünkü bildiyimiz müasir Moldova və Ukrayna ərazisinin daxildir. Ondan sonra deməli Qacarlar dövləti ilə bir sıra müharibələr aparır və Qacarlar dövlətini məğlub edib bir çox ərazilərə ələ keçirir. Məsələn, biz Azərbaycan tarixindən bilirik, birinci Rusiya Qacar müharibəsi, hətta Gürcistan müqaviləsini bilirik. Gürcistan müqaviləsi təbii ki, birinci Aleksandrın dövründən düşmüş olur. Və burada deməli xarici siyasətdə olan bir hissələr idi. Deməli, birinci Napolyon Bonaparte Rusiya güvənmirdi. Yəni, Rusiya çox güvənsiz bir ölkə kimi baxırdı. Və həqiqətən də idi. Deməli, Napolyon Bonaparte və Rusiya arasında münasibətlər niyə kəskinləşdi? Niyə Tilsit müqaviləsi pozuldu? Deməli, burada ən önəmli faktor olaraq qeyd edək. Rusiyanın Tilsit müqaviləsinin şərtlərini pozmağa başlayır. İngiltərə ilə demişdi ki, ticarət eləməyəsən. İngiltərə ilə ticarət əlaqələrini bərpa etməsi, gizlincə, yəni gizli şəkildə ticarət etməsi, bir də Avropanın bəzi Fransaya aid olan torpaqlarına
hücum etməsi Napolyon Bonapartın Rusiyaya hücum etməsinə səbəb oldu. Napolyon Bonapartla 1. Aleksandr arasında bildiğiniz dövüşlərdən birisi olan 1812-ci ildə Borodino döyüşü. Borodino döyüşü. Napolyon burada qələbə qazanır. Belə deyək, Napolyon qələbə qazandı. 1. Aleksandr məğlub oldu. 1. Aleksandr məğlub oldu. Və Napolyon çox uzatmayaq, Moskvaya qədər irəlilədi və Moskva şəhərinə daxil oldu. Moskva şəhərinə daxil oldu. Amma Ruslar təbii ki, Moskvanı azad şəkildə birinci pilotlara vermirlər. Nə edirlər? Moskva şəhərini yandırırlar. Napolyon Moskvanı tutur. Moskvanı işgal edir. Ordusuna bərabər şəhərə daxil olsa da orada heç kimi tapa bilmir. Nə ərzaq, nə su, nə qalmağa bir şərait. Yəni, belə desək, Napolyon, belə deyək də, qələbə qazansa da, Moskvaya daxil olsa da, istədiyi tam o qələbəni əldə edə bilmədi. Necə oldu bəs? Və demək ondan sonra Moskvaya daxil ondan sonra təbii ki, Rusiya xalqı, Rusiya dövləti Napolyona qarşı mübarizə başladı. Bəs mübarizə üsulları necə idi? Demək, Rusiyanın bildiyiniz kimi uşaqlar, Rusiyanın ən böyük silahı nədir? Onun təbii şəraiti. Rusiyanın təbii şəraiti, yəni qış mövsümü olması Napolyon ordusunun böyük bir qismini məhv edir. Yəni, Rusların ən böyük silahı deyəlim ki, bəlkə qışdır. Məsələn, Napolyonun hücum etməsində məsələn deyək ki, və yaxud İkinci Dünya müharibəsində Hitlerin hücum etməsi, Adolf Hitler məsələn hücum edir, Almanyaya Rus SSR hücum edir, orada da qış Almanların qabağını kəsir. Və bir də, belə desək, deməli, burada məsələn qeyd edək, bir qışın sər kesməsi, bir də ki, partizan. Demək, Rusların qışı və partizan mübarizəsini istifadə etməsi nəticəsində Napolyon geri qayıtmaq məcburiyyətində qaldı və Rusiya dövləti xalqı öz ərazi bütövlüyünü, öz suverenliyini yenə bərpa etmiş oldu. Və ondan sonra bir də bunu da qeyd edim ki, Napolyon Bonapartın Rusiyadakı məğlubiyyəti Fransada 1-ci imperiya dövrünün süqutunu sürətləndirdi. Fransada 1-ci imperiya dövrü, burada bunu qeyd edeyim, Fransada 1-ci imperiya dövrü 1814-cü illərə aid edir. O Fransa dərsidir, inşallah onu da Allah qoysa etap paylaşacağım onda. Və bu qələbədən sonra 1-ci Aleksandr nə edir? Öz Rus ordusu Avropa içərilərinə daxil olmağa başlayır. Güya Avropadakı Fransız zülmünə qarşı Avropalıları xilas etmək adı ilə, güya ki, kömək adı ilə gəlir. Ki, məqsədi Avropa xalqlarını, Avropa millətlərini Napolyonun Fransız zülmünü qurtarmaq. Bu adından Avropaya doğru, çox böyük qəribə Avropaya doğru geniş bir hücum başladır və hətta buna əvvəllər belə deyirlər uşaqlar, mistisizm. Yəni, 1-ci Aleksandr diyor ki, Avropaya edir ki, yəni Tanrı sizi Fransızlardan qurtarmaq üçün bizi seçib. Buna mistisizm deyirlər. Düzün özünün artıq çıxarılıb, yenə yazı yazsın. Və Rus ordusu, Napolyon ordusunu təqib edə ta Avropanın içərilərinə doğru irəlilədilər. Və Rus zabitləri nə görürlər? Avropadakı inkişafı, Avropadakı yaxşı yaşam şəraitini, Avropadakı kəndlərin vəziyyətini gördülər ki, hər şey çox gözəl, əla yaşayırlar, yaxşı yaşayırlar və Rus zabitlər dedilər ki, niyə bizdə bu yoxdur? O, bizi nə yoxşur? Yəni, deyim, yəni ki, baxanlar bilir, Bəyli Oğlanması filmində orada gəlir ki, orada əjdaha var, burada əjdaha var. Orada da rəhmətli aktyorumuz, yadınız da Siyavuş Novruz oynayasın, yoxsa orada qayıb deyir ki, sən əjdaha lazımdır. Yəni, burada da Rus zabitlər deyirlər ki, yəni, niyə Avropada, məsələn, insanlar daha yaxşı yaşayır, bizdə bu yoxdur. Bu əjdaha misalı kimi, belə bir şey deyək. Yəni, bu əjdahadan niyə Rusiyada yoxdur? Ondan sonra deməli, Rus zabitləri Avropadakı inkişafı, yeniliyi gördülər, dedilər, bunu Rusiya tədbiq edir. Rus zabitləri, böyle qeyd edir uşaqlar, baxın, Rus zabitləri nə yaratdılar? Gizli cəmiyyətlər yaratdı uşaqlar. Gizli cəmiyyətlər. Demək, bu gizli cəmiyyətlərin 3 tane məqsədi var uşaqlar. 1. Mütləqiyyət devirmək. 2. Təhkimçiliyi ləğv etmək. 3. Konstitusiyanın qəbul olmasını istəyirlər. Bir təkrar edirəm. 1. Mütləqiyyət devirmək. 2. Təhkimçiliyi ləğv etmək. Və 3. Konstitusiyanın qəbul olmasını istəyirlər. Və bunlar, bir də ki, bu Rus zabitlərində əsas nədən Rusiyadakı
Rusiyada olan nələrdən narazı idilər? Məsələn, burada şöyle qeyd edə bilərəm. Baxın bura, buradan qeyd edək. Məsələn, bu gizli cəmiyyətdə Rusiyada istibdad rejimindən narazı idilər. Bir də kəndlərin təhkimçilik sistemindən narazı idilər. Yəni bunlar deyir ki, istibdad və təhkimçilik bunlar yığışdırılsın, olmasın, biz inkişaf edək. Demək oldu, 1825-ci ildə 1-ci Aleksandr, nə deyək, yazaq bura, buradan da yazaq. 1825-ci ildə 1-ci Aleksandr nə oldu? Vəfat etdi. Və bu vaxtları həmin Rus zabitləri düşündülər ki, gəlib üsyan etsinlər və Rusiyada Çar idarə sistemi ləğv etsinlər. Və bunu da qeyd edək ki, bu Rusiyada Çarın devrilməsinin bağlı baş vermiş ilk ən böyük üsyan sayılır. Və necə olur? Rus zabitləri biraz ləng hərəkət edirlər və Senat, deməli, hakimiyyətə, 1-ci Aleksandrdan sonra hakimiyyətə 1-ci Nikolay taxta çıxmasını təmin edirlər və 1-ci Nikolay taxta çıxır və öz yaxın ətrafdakı o ordu ilə həmin üsyan qaldıran Rus zabitlərini məhv edirlər və bu hadisə Rusiya tarixində necə bilinir? Buradan qeyd edirəm, bu digər qalmadı. Deməli, buradan qeyd edirəm. 1825-ci il Rusiyada belə bir üsyan baş verir. Dekabristlər üsyanı deyirik, üsyanı. Demək, 1825-ci ildə Rus zabitləri qaldığı üsyana dekabristlər üsyanı deyilir. Və bu üsyan təbii ki, yatırıldı. 1-ci Nikolay taxta çıxdı və bu üsyan Rusiyada nəyin başlanğıcını qoydu? Yəni, Rusiyada nəyin təməlini qoydu? Rusiyada demiş olaraq bu üsyan, bu çərçivədə, bu üsyan, burada yazdım uşaqlar, Rusiyada inqilabın başlanğıcının əsasını qoydu. Yəni, rəsmi olaraq Rusiyada inqilabın başlanğıc əsasını qoyur. Belə deyək. Yəni, artıq Çar o sisteminin məhvini, artıq Çar rejiminin dağılmasının təməlini qoyur, belə deyək. Belə, demiş olaraq, bu da nə ilə bağlı idi? 1-ci Aleksandrın xarici siyasətindən bağlı uşaqlar. Deməli, ondan sonra uşaq deməli, 1-ci Aleksandrdan sonra taxta kim çıxır? Təbii ki, 1-ci Nikolay taxta çıxmış olur. İndi 1-ci Nikolay başlayır uşaqlar. 1-ci Nikolay. Görüşəm, 1-ci Aleksandrı bitirdik. İndi burada yazaq. 1-ci kim? 1-ci Nikolay. 1-ci Nikolay hakimiyyət dövrü 1821-dən 25-dən düz istəyirəm. 1825-dən 1855-ə qədər Rusiyanın növbəti çarı 1-ci Nikolay olur. İndi başlayaq 1-ci Nikolayın daxili siyasət uşaqlar. Burada yazaq, daxili siyasət. 1-ci Nikolayın daxili siyasətləri uşaqlar nələrdən ibarətdir? Adam dövrü dövründə, şu an bildiyiniz kimi 1825-ci ildə hansı üsyan yatır dedik? Dekabristlər üsyanı şu an yatırmış olur. Və bu dövründə nə yarandı? Bürokratiya, idarə etmə sistemi. Nə demək bu? Dövlət hər şeyi nəzarət edir. Məsələn, 1-ci Aleksandr dövründə elm adamlarını himayə edilir, təhsil önəm verilir, gimnaziya, qəza məktəbatı, bu tam təhsil edir. Bürokratiya, yəni mətbuat və təhsil üzərinə təhsilə nəzarət edildi. Senzura sistemini ortaya qoydu. Senzura şu an nədir? Dövlət hər şeyi nəzarət edir. Hər şeyi nəzarət edir. Sonra, elm adamların Avropaya getməsi qadağan olundu. Çünki Avropa girib, Avropada olan yeniliyi görüb, deyək ki, o əcdahadan bizdə niyə yoxdur? 1-ci Nikolay deyir ki, getməsinlər, bilməsinlər, qoyuya bilsinlər ki, hər şey belə yaxşıdır. Kim dedik, orası belə, Şimali Koreya, yəqin ki, ola bilirik. Şimali Koreya, Cənubi Koreya. Şimali Koreyada dünyaya bağlı bir ölkədir. Şimali Koreyada yaşayanlar emirlər ki, Şimali Koreyadan başqa bütün dünya ölkələri bərbad kimi yaşayır, hamı azını ölür. Bir də burada hər şey yaxşıdır. Niyə?
Dövlət hər şeyi nəzarət edir və dünya qapalıdır və dünyadan belə deyək, assimilyasiya olunur. Təbii ki, bu elə bilər ki, orada hər şey əladır. Məsələn, bizdə amma Allah'a şükür Azərbaycan Respublikasında dünyaya bağlı hər yerə gedirik də, gəlirik də, sosial şəbəkədə aktivdir, hər şeyi daha yaxşı bilirik. Şükür olsun, yaxşı Azərbaycanda yaşayırıq. Sonra demiş olar, elm adamları Avropaya getməsi qadam olunur. Təbii ki, bəzi alimlər gedə bilər. Bəzi Avropa gedənlər orada dövlətin nəzarətini gedir uşaqlar. Sonra universitetlərə də bunu yazmış olar. Universitetlərə, mətbuata, təhsilə hər şey qadağala qoyulur. Nəzarət artırılır, bürokrat sistemi qoyur uşaqlar. Adam yəni bildiğiniz dövlət hər şeyi nəzarət etməyə başlayır. Hər şeyi nəzarət edir. Gəldik ondan sonra demiş olar, birinci Nikolayın bir də apardığı idarə sistemi necə olar? İstibdad. İstibdad rejimi uşağı deyirik. İstibdad rejimi içində də var uşaqlar. Birinci Aleksandrda vardır. Burada bunu birləşdirmək ikisində də. Hər ikisində hansı sistem var? İstibdad rejimi uşağı deyirik. İstibdad rejimi hər iki çarda var. Birinci Aleksandrda var və birinci Nikolayda hər ikisi istibdad rejimini ölçərək idarə edir. Amma bir də şöyle bir şey diyeyim, cümlələrə çevirmək lazım. Yəni bürokrat edilsin Nikolaya aid. Və yaxud məsələn Avropa nümunəsində nazirlik yaratdıysa bu birinci Aleksandra aid. Bunları fikir etmək lazım. Yəni bunlar burada xüsusi bir bilgi deyilir ki, bunları qeyd kimi götürün, yazı qalsın və ya eşidin, yazı qalsın. Sonra demiş olar gəldik sənaye çevriliş. Və sənaye çevrilişinə başlamış olar 19-cu əsrin 40-cı illərində Rusiyada sənaye çevrilişi başa çatmış olar və başladı deyə bilər əslində. Bəs Rusiyadakı sənaye çevrilişi digər ölkələrdən fərqi nə idi? Rusiyada təhkimçilik vəziyyətdə sənaye çevrilişi başlamış olar. Yəni Rusiyada təhkimçilik var axı. Təhkimci olan şəraitdə başlayır. Bu da təbii ki, inkişafı təbii ki, əldir. Demiş olar, bu gördüyünüz kimi bir daxili siyasətdir. Birinci Nikolaya dövrəndə uşaqlar. İndi gəlirik xarici siyasət uşaqlar. Bunları qeyd edərsiniz inşallah, yazıda qalsın. Şimdi xarici siyasətə başlayır şu an indi. Xarici siyasətimiz nələrdən ibarətdir? İbarətdir. Başlayır şu an xarici siyasət. Yazıqlara xarici siyasət. Xarici siyasətimiz şu an deməli olanlarımızı başlayır deməli. Xarici siyasət demiş olar 1828-ci ildə Şimal Azərbaycanı ne oldu? İşğal edildi. Hansı müqavilə uşaqlar? Türkmençay. Türkmençay müqaviləsində görə Şimal Azərbaycan işğal olunur. Sonra Qacarlar dövlətindən döyüşlər. Qacarlar dövləti ilə döyüşlər. Döyüşlər. Məsələn, bu arada uşaqlar deyək ki, Azərbaycan tarafı bu var. Birinci Rusiya-Qacar müharibəsi, birinci Aleksandr. İkinci Rusiya-Qacar müharibəsi, birinci Nikolay döyüşü var demək olub. Bunlar diqqət edin. Yəni, birinci Aleksandrda, birinci Nikolayda Qacarlar dövlətindən müharibə var. Sonra şuna gəldik. 1829-cu ildə Cənubi Qafqazın işğalı başlanır. Cənubi Qafqazın işğalı başa çatmışlar 29-cu ildə. Demək, bunun birinci Nikolay əvvəlki Rusiya çarları kimi, bunun da təbii ki, məqsədlərindən biri hansı dövlət idi? Osmanlını parçalamaq istəyirdi. Osmanlı ərazisini işğal etmək, parçalamaq, dağıtmaq. Bəs bu vaxt hansı dövlətlər buna mane olurdu? İngiltərə və Fransa. Çünki İngiltərə və Fransa belə baxanda əslində normalda İngiliz, Fransız və Rus, bunda xristianlar, dindir, eyni dini inanırlar, Osmanlısı müsəlmanlar. Normalda Rusiya tərəf tutmalıdır. Amma bu hər şey göründüyü kimi deyil. İngilizlər və Fransızlar Osmanlı ilə düşməndir. Amma Rusiya ilə qatı düşmənçiliklər var. Yəni Rusiyanın güclənməsi Balkanlarda, Qaradəniz sahələrində, Avropaya ilerləməsini qəti istəmirlər. Yəni bu səbəblər var təbii ki, uşaqlar. Bunun həm siyasi, həm iqtisadi və digər səbəbləri var. Ona görə də İngiltərə və Fransa Rusiyanın güclənməsini qətiyyən qarşı çıxırlar və bu məqsəddə Osmanlını dəstəkləyirlər. Yəni, burada qeyd edirik uşaqlar. Demək gəldik, əsas uşaqların məsələnin birinə Qırım müharibəsi. Bunun uşaqlar ayrıca qeyd edəcəm uşaq buradan Qırım müharibəsi. Bu da verirsək, Qırım müharibəsi Nikolayda başlayır. Birinci Nikolayda başlayır, ikinci Aleksandrda bitir. Uşaqlar, orada izah edəcəm sizə. Gəldik uşaqlar Qırım müharibəsi. Qırım
müharibəsi. Şimdi bunu diqqətli olaq, biraz incə hissədir. Kırım müharibəsinin içərisində başlayır. 1853'te başlayır, 1856 tutanır. Kırım müharibəsi. Tərəflər kimlərdir? Tərəflərimiz olar deməli Osmanlı, İngiltərə, Fransa və Sardiniya. Sardiniya. Şu tərəfdə buna bir ibarət var. Gördüyünüz kimi Osmanlı müttəfiqlər. Və qarşı tərəf təbii kimdir uşaqlar? Tək Rusiya uşaqlar, gördüyünüz kimi Rusiya. Savaşlar, demək bu Kırım müharibəsi düzdür. Əvvəl kitablarda qeyd olunurdu, sonra bu kitabda çıxardılar. Amma yenə hər ehtimal qarşı, mən bu uşaq burada vurğulayım. Bəs Kırım müharibəsi nə üstündə başladı? Nə səbəb başladı? Şimdi burada qeyd edirəm mötəzədə. Fələstindəki müqəddəs torpaqlar uğrunda. Torpaqlar uğrunda. Demiş olar, biz deyirik ki, deməli, Kırım müharibəsi nə üstündə başlayıb? Fələstindəki müqəddəs torpaqlar uğrunda başlayıb. Tərəfləri bildik. Çox tərəflərimiz bundan ibarət. Buradan da belə bir şey götürək. Tərəflərimiz bundan ibarət. Bəs döyüşlər var mı? Təbii ki var. Döyüşlərimiz şu an demək 1853 Sinop. Bunların çox artıq dəstini çıxarıbdır. Bunlar dəstəklərimizdə artıq yoxdur. Amma yenə də ehtimal qarşı yalnız qalsın. Ziyan yoxdur. Sinop döyüşü Osmanlı-Rusiya arasında olub. Rusiya qələbə qazandı. Və 1854-cü ildə Almatay döyüşü olur. Burada İngiliz və Fransızlar da və Sardiniyada müharibə edirlər. Çünki görürlər Osmanlı məğlub olur. Osmanlı məğlub olması təbii ki, Fransa İngiltərənin də yaxın şərqdə və Qara Dənizdə, Balkanlarda onların da siyasətini zərbə vura bilərdi. Bu məsələdə Osmanlının qələbə qazanması şərt idi. Ona görə də Almatay döyüşündə müttəfiqlər birləşirlər, Rusiya məğlub edirlər. Və 1856-cı il uşaqlar deməli, buradan qeyd edək, bunu silək buradan. Demək 1800 bu hissi bitdi. 1856-cı il uşaqlar Paris sülh müqaviləsi imzalanmışlar. Sülh müqaviləsi imzalanır. Müqavilə şərtləri nə? Müqavilə şərtləri çox buyurur. Tərəflər işğal etdiyi ərazidə geri qaytarır. Kimlə işğal etmişdir? Geri qaytarır. Osmanlı ərazi bütövlüyü təmin olunur. Və Osmanlıya ərazi bütövlüyü zəmanət verilir. Osmanlı ərazi bütövlüyü təmin olunur. Osmanlıya ərazi bütövlüyü zəmanət verilir. Müharibə dövründə və müharibədən sonra Qara Dənizdən hərbi gəmilər keçməsinə icazə verilmir. Bir də ticarət gəmiləri üzə bilər, bu heç. Və Osmanlı Qara Dənizdə Rusiyanın qala düşmək, hərbi qüvvə saxlamaq qəti qadağan olunur. Yəni Kırım müharibəsi Rusiya məğlub edilmişdir. Və Qara Dənizdə olan bütün hüquqlarından hər şeydə məhrum olur. Və burada Osmanlı öz ərazi bütövlüyünü nə edir? Bərpa edir. Vəssalam. Bu da Kırım müharibəsinə aiddir. Yalnızca qalsın uşaqlar. Kırım müharibəsi. İndi burada çok bir ince bir detal var. Kırım müharibəsi kim dövrdə başlayır? Kırım müharibəsi uşaqlar, gördüğünüz kimi birinci Nikolay 53'te başlayır axı. Birinci Nikolayda başlayır. Birinci Nikolaydan sonra 1855-ci ildə hakimiyyətə gəlir İkinci Aleksandr. İkinci Aleksandr dövrü bitir. Yani birinci Nikolayda başlayır, İkinci Aleksandr'da bitir. İkinci Aleksandr şu an deməli 1856 ilə hakimiyyətə. Yəni Paris sülh müqaviləsində Rusiya çarı kim idi? İkinci Aleksandr idi. Bəs Rusiya Kırım müharibəsində məğlub oldu, Qara Dənizdəki bütün hüquqlarından məhrum oldu. Bəs Qara Dənizdəki hüquqlarını nə vaxt bərpa etdi? Yəni Qara Dənizdə yenə hərbi qalalar düşmək, ordu saxlamaq. Bəs bunu hansı konferansda yenidən hüquqları geri aldı? Burada qeyd edirəm, baxın bura. 1871-ci il London konferansında, 1871-ci il London konferansında Rusiya Qara Dənizdəki hüquqlarını geri aldı. Yəni Qara Dənizdə yenə öz hüquqlarını bərpa etdi. Belə, bu qədər. Şöyle bir vurğulayım. 1871-ci ildə Almanya imperiya olur. Almanya birləşdirəndə kimdir? Vahidallah Otto von Bismarck. Demək Rusiya Qara Dənizdə hüquqlarını geri aldığı ildə Almanya Otto von Bismarck tərəfindən Vahidallah birləşdirilmiş oldu. Şu an dərsimiz bu qədər idi. İnşallah ümid edirəm ki, faydalı oldu. Dediyim kimi inşallah hər bir səhvə buraxıb edərəm. Hörmətli müəllimlərimizdən də üzr saysınlar. Çalışdığım yerə şu an demək detallı izləməyə çalışdım. Deməli, birinci Pavel, birinci Aleksandr, birinci Nikolay. Bildiyimiz kimi şu an 19-20-ci əsr Rusiya geniş bir mövzudur. Bu birinci part daim olsun.
birinci hissə olsun. İnşallah ikinci hissə inşallah Allah qoysa bu həftə ərzində paylaşacağım. Növbəti dərslər inşallah deməli hansı mövzuda çətinlik çəkirsiniz, hansı mövzuda daha çox sizin üçün yəni çətinlik olursa yazın kommentlərə. İnşallah onu valideynləndirib həmin mövzularda paylaşacağıq. Bu həftə ərzində deməli uşaqlar bir də onu bugün ki qəbul testini işləyəcəyəm. Qəbul testlərimiz işlənəcək. Demək olar, paylaşdığım YouTube səhifəsindən və Instagramdan birbaşa əlaqə saxlayıb, WhatsApp sim nömrəsindən, daha sonra NAR nömrələri əlaqə saxlayıb, həm sim, həm NAR nömrə ilə əlaqə saxlayıb, həm yazıla bilər, həm də onlayn şəkildə testlər işləyirik biz, həmən onlayn testlərdə qoşula biləriz. Olduğunuz sağ olun. İnşallah növbəti rus dərsində bu həftəsini paylaşacaq. İnşallah dinləyin, izləyin, faydalanın, imtahanda yüksək nəticələr əldə edək. Olduğunuz sağ olun.